Salam hörmətli izləyicilər, videoya xoş gəldiniz. Bu videoda Kaspinin keçirdiyi mövzu sınağının izahına baxacağıq. Birinci sualda deyilir ki, 36 km bölü dəqiqəni metr bölü saniyəyə keçir. 1 kilometr 1000 metr olduğuna görə yuxarıda 1000-ə vurmaq lazımdır. 1 dəqiqədə 60 saniyədir deyə aşağıda da 60-a bölmək lazımdır. Bu da bizə verəcək 600. Verilənlərdən hansı beynəlxalq sistemdə əsas vahiddir? Saat, kilometr, Newton bunlar əsas vahid deyil. Bunların açılışı var. Metr bölü saniyədə, metr ayrılıqda, saniyədə ayrılıqda əsas vahiddir. Amper. Cərəyan şiddətinin vahidi də əsasdır. Şəkildə təsvir olunmuş mezurkanın bir bölgüsünü hesablayın. Deməli, tutaq ki, 250 ilə 200-ü götürürəm. Fərqini tapıram. Ortadakı parçaların sayına bölürəm. 2 dənə parça var onların arasında. Olacaq 50 bölü 2. 25. X oxu üzrə hərəkət edən A və B cisimlərinin koordinatının zamandan asılılıq qrafiki verilib. 4-cü saniyənin sonunda bu cisimlər arasındakı məsafəni hesablayın. 4-cü saniyənin sonunda bu cisimlər arasındakı məsafə onların koordinatlarının fərqidir, yəni bu məsafədir. Bizə lazımdır bu məsafəni tapmaq. Cisimlərin sürətlərini tapsaq, VA bərabər olacaq A cisminin qrafiki budur. 6 bölünsün 2. Yəni sürəti 3-dür. VB-də bərabər olacaq. B-nin qrafiki budur. Baxın. Son koordinat 6, başlanğıc koordinat 4, zamanda 2. Yəni 6 çıx 4 bölünsün 2. Bu da eləyəcək 1. Bu cisimlər 2 saniyə sonra görüşüblər. 4-cü saniyənin sonu ilə 2-ci saniyənin sonu arasında 2 saniyə vaxt keçir. 2 saniyə sonra görüşüblərsə, deməli, başlanğıc koordinatları eyni olacaq. Görüşdülər artıq. Və arada 2 saniyə vaxt qalır. Birinci cisim həmin o müddətdə 3 vur 2, 6 metr yer dəyişmə eləyəcək. İkinci cisim 1 vur 2, 2 metr yer dəyişmə eləyəcək. Və bunların arasındakı məsafə 6 çıx 2, 4 metr olacaq. Çay axını istiqamətində 25. Axının əksinə 15 metr bölü saniyə sürətlə üzən qayığın sürətini hesablayın. Axın istiqamətində sürətlər toplanır və qayıq üstəgəl və çay. Çay qayığa kömək edir. Axına qarşı sürətlər çıxılır. Çay qayığa maneçilik yaradır. Bunları tərəf-tərəfə toplasaq, 2V qayıq bərabər olacaq 40 və qayıq da bərabər olacaq 20. Qayığın sürəti 20 metr bölü saniyə. Sürtünmə əmsalı haqqında verilmiş mülahizələrdən biri yanlışdır. Vahidsiz kəmiyyəti düzdür, çünki sürtünmə qüvvəsini reaksiya qüvvəsinə bölürük. Toxunan səthin sahəsindən asılı deyil, düzdür. Materialından asılıdır, o da düzdür. Kəli kötürlülük artdıqca sürtünmə əmsalı artır. Cilalama dərəcəsindən asılıdır. Hamar olsa sürtünmə az olacaq. Cismin kütləsindən asılıdır, səhvdir. Maddi nöqtənin koordinatının zamandan asılılıq qrafikindən istifadə edərək o X oxunun əksi istiqamətində neçə metr yol getdiyini hesablayın. X oxunun əksi istiqamətində getdiyi yol buradır. Bura lazım deyil, çünki bu X oxu istiqamətində hərəkətdir. Burada başlanğıc koordinatla son koordinata baxaq. Son koordinat -20, başlanğıc koordinat 10, bu da eləyəcək -30 metr. Məndən yol istəyir. Yolda mənfi olmur. Ona görə də sadəcə 30. Üfüqi istiqamətdə sağa doğru verilmiş sürətlərlə X və Y hərəkət edir. X avtomobilinin sürücüsü Y avtomobilinin hansı istiqamətdə, hansı sürətlə hərəkət edən görər. Başqa sözlə desək, Y-in X-ə nəzərən sürətini istəyir bizdən. VY minus VX. Nisbi sürət deyəndə vektorial fərqi nəzərdə tutulur. Deməli, X oxunu yerləşdirsək, hər iki cisim X oxu istiqamətində hərəkət edir. Ona görə də sürətlərinin proyeksiyası müsbət olacaq. 2V minus V. Bu da verir V. V sağa. Əgər mənfi alsaydım, onda sola götürərdim. Kütləsi 2 kiloqram olan kürəciyə təsir edən qüvvələrin əvəzləyicisinin bu cismə verdiyi təcili modulunu hesablayın. Əks istiqamətdə olduqlarına görə 20-dən 16-na çıxıb 2-yə böləcəyik. 4 bölü 2, o da olacaq 2. Belə, yəni ki, A bərabərdir
F əvəzləyici bölünsün M. Sükunət alandan hərəkətə başlayıb, deməli V0 0-dır. Təcilin zamandan asılı qrafiki verilir. Sürətin zamandan asılı qrafikini seçin. Aha. Əvvəlcə təcil 2A-dır. T müddətində. Onda sürətin dəyişməsi 2AT olacaq. 2AT. Birincidə ola bilər 2B bölünsün T, 2A-nı verə bilər bizə. A ola bilər, C də ola bilər. B ola bilməz, çünki 2B-ni 2T-yə böləndə A verir, axı 2A verməyəcək. D variantı ola bilməz, E variantı da ola bilməz, çünki başlanğıcda hələ yeyinləşən hərəkət olmalıdır. Sükunətdən başlayan hərəkət yavaşlayan ola bilməz. Sonra təcil bir qədər aşağı düşüb, azalıb. Amma yenə də yeyinləşən hərəkətdir. A variantı ola bilməz, çünki sürət də müsbət, təcil də müsbət. Niyə? Yavaşlayan olsun ki. Və çıxır ki, doğru cavab C variantıdır. Sonra yenə yeyinləşir, sadəcə biraz az artır. Bayaqkına nisbətən 3V bölünsün T. Daha doğrusu 3V çıxılsın 2V bölünsün T. Bu da eləyir V bölünsün T. Əgər 2V bölünsün T A-dırsa, 2A-dırsa, onda V bölünsün T də A olacaq. Yəni təcilimize uyğun gələcək. Daha sonra isə mənfi 2A-da, yəni ki, sürət müsbət təcil mənfi proyeksiyaları ona görə yavaşlayan hərəkət olur. Qüvvəni ölçən cihaz dinamometrdir. 50 saniyədə nə qədər iş görər? A bərabərdir NT şəklində təyin olunur. 45 vur 50. Belə. Joule-dan aldıq. Cavabı kilojoule-dan veriblər. Kilojoule 1000 joule-dan görə 1000-ə bölək çevirək. 2 tam %25 kilojoule. Deməli, qüvvə 20 newtondur. Burada 20 düşür, burada 20 düşür. Onda bura 40 düşəcək. Eyni ipdə eyni gərilmə olduğu üçün burada 40 düşür. Onda bura 80 düşəcək. Aha. Cavab olar 80 newton. Aha, kökün altında F1-in kvadratı üstəgəl F2-nin kvadratı ilə tapılacaq. Perpendikulyar olduğu üçün. Bu da bizə verəcək 5. Şəkildəki kimi atılan KLM cisimlərinin yerə dayananda sürətləri bərabərdir. Aha. Birinci üçün olacaq V kvadratı minus birinci üçün olacaq V1-in kvadratı minus 3V-nin kvadratı, yəni 9V kvadratı bölünsün 2J. İkinci üçün olacaq V1-in kvadratı minus 2V-nin kvadratı, yəni 4V kvadratı bölünsün 2J. Üçüncü üçün olacaq V1-in kvadratı minus sadəcə V kvadratı bölünsün 2J. Qabaqdakı mənfi işarələrinə görə baxsaq, bunlar üçü də H-ın düsturudur. Aha. Mənfi işarəsinə görə baxsaq, ən böyük HM-dir, sonra L-dir, sonra K. Yəni H3, H2, H1. Cavab C variantı. Çünki bundan sadəcə V kvadratını çıxırıq, amma birincidən 9V kvadratını çıxırıq. Hansı cihaz və cihazların köməyi ilə paraleliped şəkilli cismin həcmini ölçmək olar? V bərabərdir M böl Rho. Bunlar yoxdur. Onda xəttkeşlə ölçmək olar. Ölçüləri tapıb düsturu ilə hesablaya bilərik. Yalnız 3. Cisim radiusu 8 metr olan dairəvi yolda M nöqtəsinin N nöqtəsinə 2 saniyə müddətinə gəlmişdir. Mərkəzi qaçma təcilini tapın. Əgər 45 dərəcəni 2 saniyə gedirsə, onda periodu neçə olar? Yəni 360 dərəcəni nə qədər vaxta gedər? Bu 8 dəfə artdığı üçün bu tərəfdə 8 dəfə artmalıdır. 2 vur 8, 16. Deməli, period 16-da A da bərabər olacaq 4pi kvadratı R böl T kvadratı. Pi kvadratını 10 götürməyimizi istəyir. İxtisar aparsaq, 2 burada qalar. Bu ilə də bu getsə, 8 burada qalar. 5 böl 4, 1 tam %25. Sıxlıq. Rho bərabər M böl V qram böl santimetrin kubu. Qüvvənin vahidi Newton, kütlə kiloqram, sahə metrin kvadratı. Aha,
Gedilən yol metrdir axı. Üfüqi yolda hərəkət edən cismin sürətinin zamandan asılılıq qrafiki verilmişdir. Cismin 5-ci saniyənin sonunda getdiyi yolun 1-ci saniyənin sonunda getdiyi yola nisbətini hesablayın. 5-ci saniyənin sonunda getdiyi yol ümumi bu qrafikin hamısıdır. 10/5/2 25 eləyir. 1-ci saniyənin sonunda getdiyi yol. Bax, bu fiqurun sahəsidir. Yəni ki, bura 8-dir. 10/2 vur hündürlükdəki 1-dir. Bu da eləyəcək 9 metr. Nisbətini istəyir 25/9. Yerin cisimləri cəzb etmə qüvvəsi ağırlıq qüvvəsidir. Şəkil 1-də üfüqi səth üzərində K cisminə F qüvvəsi təsir edən zaman sabit sürətlə hərəkət edir. Deməli, sürtünmə də var. Onun da qiyməti F-ə bərabərdir ki, bu əvəzləyici 0 olub, sabit sürətlə hərəkət edir. İkincidə eyni səth dediyinə görə belə çıxır ki, yenə sürtünmə olacaq. Sadəcə burada bir qutu var. Sadəcə MK var. Burada isə ML və MK var. F sürtünmə bərabərdir mü MK vurulsun J, o da bərabər F-dirsə, ikinci şəkildə yenə sabit sürətlə hərəkət edir. Onda deməli, bu dəfə sürtünmə 6F-ə bərabərdir. İkinci halda F sürtünmə bərabər olacaq mü vurulsun ikisinin kütləsinin cəmi vur J, o da bərabər 6F. Əlimizdə 2 dənə tənlik var, kütlələrin nisbətini tapa bilərik. Tərəf-tərəfə bölsək nə qalacaq? MK bölünsün, ML üstə gəl MK bərabərdir 1/6. 6MK bərabər olacaq ML üstə gəl MK. 5MK bərabər olar ML-ə. Məndən nə istəyir? MK böl ML nisbətini istəyir. MK bölünsün ML bərabər olacaq 5/1-ə. Bu cisimlərin hər ikisi sabit sürətlə hərəkət etdiklərinə görə onlardakı sürtünmə qüvvələri elə dartı qüvvələrinə bərabər oldu. Sıxlığı veriblər 5,2. 10 cm kubu parça kəsilib çıxarılır. Bu parçanın yerinə eyni həcmdə sıxlığı 6,2 olan başqa bir maddə yerləşdirilir. Bu cismin kütləsi neçə qram artar? Deməli, cismin əvvəl kütləsi 5,2 vurulsun V idi. Müəyyən həcmi kəsib çıxarılır 10 cm kubu. Daha sonra bu parçanın yerinə eyni həcmdə sıxlığı 6,2 olan bir hissə qoyulur. İkinci halda M2 bərabər olacaq. Deməli, 5,2 vurulsun V çıx 10. Çünki 10 cm kubu bundan çıxarıldı. Üstə gəl 6,2 vur 10. Çünki 10 cm kubu olan hissəyə qoyulub da. Yəni, eyni həcmdir deyir. İndi bunu sadələşdirək. M2 bərabər olacaq 5,2 V minus 52 üstə gəl 62. Bu da olacaq 5,2 V üstə gəl 10. Deməli, neçə qram artdı? Baxın. Əvvəl 5,2 V idi, sonra oldu 5,2 V üstə gəl 10. 10 qram artdı. Sürtünmə qüvvəsi nəzərə alınmır. Dartı qüvvəsinin təsiri altında 40 cm yol gedən zaman görülən işi hesablayın. F dartını S-ə vuraraq işi tapa bilərik. 60 vurulsun 0,4 cm metrə çeviririk. 24 cıl. Başlanğıc sürət 60-dır. V0 bərabər 60. 4 saniyədəki orta sürəti hesab. Təcilin proyeksiyası mənfidir. Ona görə yavaşlayan hərəkət eləyəcək. 2 saniyə sonra sürətini tapsaq V bərabər olacaq 60 minus təcil 20 zamanda 2. Bu da eləyəcək 20. Deməli, hələ sürət sıfırlanmayıb. Sadəcə 60-dan
2 saniyə sonra sürəti 20-yə düşəcək. Sonra burada təcil yoxdur. Ona görə də bərabər sürətlə hərəkət edəcək. Çünki artıq təcil yoxdur. Və məndən orta sürəti istəyir. Orta sürəti tapmaq üçün ümumi yolu ümumi zamana bölməliyəm. Yol bu fiqurların sahəsidir. Bunun sahəsini tapsaq, deməli, bura 20-dir. Üstəgəl 60 böl 2 vur. Hündürlüyü də 2-dir. Bərabər olacaq 80. Və burada da ki, düzbucaqlı əmələ gəlib. 20 vurulsun. 2 ilə 4-ün arası 2-dir. 20 vur 2. Bu da eləyəcək 40. Cəmi olur 120. Nə qədər zaman? 4 saniyə. Bu da eləyəcək 30. Orta sürət olacaq 30. R bərabər konstant. Periodu 2 dəfə artan zaman sürəti də 2 dəfə artar. Və bərabər 2 pi r böl t-dir. Səhv deyil, tərs asıldım. Periodu 2 dəfə azalan zaman sürət 2 dəfə artar. Bu düzdür. Tezlik perioddan tərs asılıdır. N bərabər 1 böl t-dir. Periodu 2 dəfə artan zaman tezliyi 2 dəfə azalır. 2, 4. 4 kiloqram kütləli cisimdir. Eyni müstəvidə qüvvələr təsir göstərir. Bu maddi nöqtəyə təsir edən əvəzləyici qüvvənin qiymətini tapın. Əks istiqamət olduğu üçün çıxacaq. 8 Newton. Maddi nöqtənin hərəkət təcili. A bərabərdir F əvəzləyici, yəni 8 bölünsün, kütlədə 4. 2 eləyəcək. F2 qüvvəsi təsir etməzsə, bu olmasa, onda A bərabər olacaq sadəcə 24 böl 4. O da eləyəcək 6. Cisim A nöqtəsindən hərəkətə başlayaraq A, B, C, D, Y trayektoriyası boyunca Y nöqtəsinə 5 saniyədə gəlir. Yer dəyişməyə görə orta sürəti tapın. Deməli, müddəti veriblər 5. Yer dəyişmə cismin başlanğıcı ilə sonunu birləşdirən istiqamətlənmiş düzxət parçasıdır. Bura 5, bura 2, burada həmçinin 2, radius daxı. Burada 7. 5 üstəgəl 2 üstəgəl 2 üstəgəl 7. 16 verəcək. Orta sürətdə olacaq 16 böl 5. 3,2. Əvəzləyici qüvvəni hesablayın. Sürtünmə yoxdur yəqin ki. Deməli, 4 üstəgəl 5. Bunlar eləyir 9. Burada da 3 var. Əks istiqamətdədirlər 9-dan. Ona görə də 9-dan da 3'ü çıxıram 6 Newton. Və bu istiqamətdə 6 Newton olacaq. Şəkildə təsvir olunmuş kiçik ölçülü kub qabla su götürüb böyük ölçülü kub qaba neçə dəfə tökməliyik ki, böyük ölçülü kub qab tam dolsun? Həcmini tapmalıyıq. Nə qədər su tutur? Kubun həcmi tapılır A kubu ilə. Birincidə olacaq 2'nin kubu. 8 metrin kubu. İkincidə olacaq 4'ün kubu. 64 metrin kubu. Deməli, hər dəfə buna 8 metrin kubu su tökürük. 64'ü 8'e böləndə, deməli 8 dəfə tökməliyik ki, tam dolsun. Şəkildə təsvir olunduğu kimi düzbucaqlı prizma və kub verilib. Buna əsasən aşağıdakı sualları cavablandırın. Kubun həcmini hesablayın. Kubun həcmi A kubu ilə tapılır. 2'nin kubu. 8 santimetrin kubu verəcək. Sonra düzbucaqlı prizma neçə qram kütləli su tutar? Aha. Deməli, onun həcmini birinci hesablayaq. 40 vur 20 vur 10. 8, aha, belə. Santimetrin kubu. Suyu qram böl santimetrin kubu ilə sıxlığını veriblər. N bərabər rho V-dir. 1 qram böl santimetrin kubunu həcmə vuracağıq. Axı bu qabı tökürük. Bu qaba tökürük də, onun qabın həcmi olacaq.
santimetrin kubu. Bunlar gedəcək, olacaq 8000. Şəkildə təsvir olunmuş düzbucaqlı prizma daxilinə ən çoxu neçə ədəd verilmiş kubu yerləşdirmək olar? Aha, biz həcmlərini tapmışıq. Biri 8 santimetrin kubudur, biri də 8000 santimetrin kubudur. 8000'i də 8'ə böləcəm, alacam 1000 dənə yerləşdirmək olar.